Salam millət, hər vaxtınız xeyir. Bugünkü dərsimizin mövzusu time frame alignment, yəni bir-birinə uyğun zaman keçidləridir. Bizim üçün çox vacib dərsdir, çünki trade edən zamanı ICT tradelərinə əsasən bir-birinə uyğun paralel hərəkət edən HTF zaman dilimlərinə uyğun təsdiqin verən aşağı zaman dilimləri də var və bunlara uyğun əməliyyat açdıqda bizim win rate'imiz daha da yüksəlir. Yəni deyirəm ki, biz HTF-də bias təyin etmişik və keçib onun təsdiqin verən zaman dilimində deyil də, fərqli bir zaman dilimində təsdiq axtardıqda istədiyimiz nəticəni əldə etmirik. Ona görə bu dərs çox vacibdir, düzdür. Bu dərsi bundan sonraki dərs üçün əslində daha geniş izah edəcəm. Burada ümumi məntiqin izah edəcəm və nə işimizə yarayır və necə istifadə etməliyik, onları göstərəcəm. Və əslində hər dəfə deyirəm, dərs çox gələcək, sürətli gələcək, sadəcə şükürlər ki, işlərin həqiqətən yaxşı getməsi, bəzən də ki, misal üçün vaxtın olmaması buna mane olur, amma hələ ki Telegramda görürsünüz ki, günlük gözləntiləri hər gün paylaşıram. Şükürlər ki, yəni gözləntilərimiz çox böyük ehtimalda da öz take profitlərini verir. Girişləri də artıq demək olar ki, hər kəsə öyrətmişəm, ya da burada da var, sonra Telegramda düzdür, biraz fərqli öyrətmişəm. Burada biraz fərqli. Orada əsasən order flow məntiqinə keçmişik, amma burada sırf ICT davam edirik. Çünki məqsədim açıq belədir ki, burada Power of 3 bildiyim qədər öyrədim. Bilirəm ki, baxın, sizə hər birinizə də məsləhət görürəm. İngilis dili bilirsinizsə, biliyiniz varsa, yaxud da ki, yəni peravad eləmək olur. YouTube kanallarından öyrənə bilərsiniz, yaxud da ki, ölkədə varsa ki, mən bir nəfəri gördüm, adını yanlış demək istəmirəm, adı yadmışsa deyəcəm. O adam da çox gözəl izah edirdi, yoxsa əməliyyat paylaşırdı. Yəni, öyrənə bilərsiniz, öyrənə biləcəyiniz yerlər var. Burada məqsəd sırf bu YouTube kanalından öyrənmək deyil, məqsəd sırf öyrənməkdir. Yəni Eşənzənin məqsədi odur. Çünki orada zen ümumiyyətcə də ora gəlib çıxır. İki izah etmişəm nə deməkdir. Burada məqsəd öyrətməkdir, öyrənməkdir. Siz yəni öyrənə bilirsinizsə, misal üçün, fərqli yerlərdən öyrənin. Niyə də öyrənməyəsiniz? Mənim izah etmə qabiliyyətim yaxşı ola bilər, yaxud pis ola bilər və yaxud da ki, bəzi şeylər yanlış da deyə bilərəm. Siz yenə də öyrənin, fərqi nədir? Fərqli yerlərdən də öyrənə bilərsiniz. İstəsəz, mən linkləri də qoyaram. Hardan, misal üçün, YouTube-dan öyrənə bilərsiniz, yaxud da fərqli yerlərdən. Amma əsasən burada məqsəd öyrənməkdir. Çünki mən Telegramda demək olar ki, həftədə bir dəfə biz toplantı edirik və toplantıda ümumi şəkildə Power of 3-yə baxırıq. Günün Power of 3-si olsun, yaxud da ki, ümumiyyətcə necə almaq olar, bütün hamısını izah edirik. Burada da paylaşıram. Məqsəd nədir? Əslində, burada sırf buranın məqsədi, Power of 3 ilə başlamaq məqsədidir. Fonlarının çox rahat olması, açığı. Mən Forex-də daha özümü rahat hiss edirəm əslində. Fonlarının çox rahat olmasıdır, keçirməsi çox rahat olmasıdır. Yəni, Forex-ə nisbətən, yaxud da ki, qiymətinin çox ucuz olmasıdır. Ona görə istəyirəm ki, buradan başlayıb davam edəsiniz. Mən bitirdikdən sonra dərslər, burada live əməliyyatlar da çalışacağım alın ki, yəni planım o yöndədir ki, hər günün Power of 3 əməliyyatlarını paylaşım və bir əməliyyat alacaqsa 1, 2 əməliyyat alacaqsa 2. Yəni hamısını paylaşım ki, burada yəni canlı şəkildə əməliyyat almamışdan əvvəl də ki, tam belə əməliyyata girdik, buna əsasən girdik və yaxud da ki, hədəfi bura təyin elədik. Sizin gözünüzün qabağında baş versin ki, siz burada baxıb artıq əməliyyata girən zamanı mənim nələrə diqqət etdiyimi görüb, sizə ona uyğun və yaxud da ki, daha da gelişdirib, inkişaf etdirə bilərsiniz. Tamam. Okay, suallarınız varsa da yenə də yorumlarda yazın, yaxud da Telegram kanalına gəlin. Biz orada hər gün günlük gözlənti paylaşırıq. Əsasən Forex üzərində paylaşıram, çünki bitirməmişik buranın dərsləri. Bir də başlayanlara da qısa bir demək istəyirəm, buranı çox uzatdım. Yəni, burada YouTube kanalında sizə birbaşa strategiya veriləcək. Ona görə özünüzü rahat hiss edin. Harasa təlimə getməyə tələsməyin və yaxud da gedirsinizsə də əla, o da sizin üçün bir yolu qısaldır, amma ehtiyac yoxdur. Burada demək olar ki, hamısını paylaşacağım. Power of 3 olsun və yaxud da Nasdaq üzərindən əsasən. Yaxud da keçdikdən sonra Forex üzərində daha çox əslində paylaşa biləcəyim bir şey var. Onları paylaşacağım. Özüm istifadə edəcəyim strategiyalara qədər paylaşacağım ki, bax, mən bunlardan istifadə edirəm, belə əməliyyata girirəm, bu tipli. Ona görə təlim almağa tələsməyin. Burada vaxt biraz məsələsi var. Yəni, misal üçün, sürətli paylaşımlar edə bilmirəm. Onları da yavaş-yavaş qaydasına salacağım. Tamam. Bugünkü dərsimizin mövzusu time frame alignmentdir. Yəni, bir-birinə uyğun paralel zaman keçidləri. Bunlar çox vacibdir. Burada
hər birini sizlər üçün hazırlamışam, düzdür. Çox vaxt ayırıb hazırlaya bilmədimsə. Burada mən həftədən başlayıram, maksimum həftəyə. Yəni həftənin üzərinə çıxmamışam açığı. Ona görə aylığı qoymadım. Amma baxmaq istəsəz aylığın da öz keçid paralel keçidi var. Burada həftəliyin paralel keçidi 4 saatlıqdır. Sonra günlüyün paralel keçidi var, saatlıqdır. 4 saatlığın paralel keçidi 15M-dir. 1 saatlığın paralel keçidi 5M-dir. 30M, 3M, 15M, 1M. Burada əsasən mövzu bilirsiniz nədir? Yəni high time frame-də deyirəm ki, sən 4 saatlıqda bir əməliyyat analiz eləmisən, marketin qalxacağını düşünürsən, internet circuitdədir, yaxud da fərqli bir yerdədir, hər hansı bir blokdadır, marketin qalxacağını düşünürsən və keçib 4 saatlığın təsdiqini 1M-də ala bilmərsən. Çünki 1M-də sən manipülyasiyaya düşərsən. Yaxud da keçib 3M-də ala bilmərsən, yenə manipülyasiyaya düşəcəksən. Yəni böyük ehtimalla. Ona görə hər zaman diliminin öz keçidi var. Məsələn 4 saatlığın təsdiqini verən zaman dilimi 15 dəqiqə idi. Sən keçib 4 saatlıq analiz etsən 15 dəqiqə idi. Hə, bunları paralel istifadə edə bilərsənmi? Əlbəttə. Məsəl üçün 4 saatlıq keçiddən sonra 15 dəqiqəlik, 15 dəqiqədən sonra təsdiqini verən hansı zaman dilimidir? 1M. Yəni bu tipli də apara bilərsən təbii ki. Burada dediyim kimi ümumi məntiqi izah etmək üçün bu şəkildə hazırlamışam, amma əsasən qrafiklə izah edəcəm. Ekranı keçirdirəm trading və burada dediyim kimi çox dərin mövzuya çox girməyəcəm. Girməmə səbəbim odur çünki bundan sonraki video üçün əslində hazırlamışam. Sadəcə məntiqin başa düşməniz üçün bunu bir qısa video kimi düşünün. Okay. Bax deyirəm ki, biz əməliyyata girən zamanı marketdə nə edirik? Bir geri çəkilmələri yaxud da ki, marketin bir önəmli səviyyəyə gəlməsini gözləyirik. Burada önəmli səviyyələr nədir? Görürük ki, FVC-lər doludur, düzdürmü? Və yaxud da burada bir blokumuz var. Market hara gələcək? Bunu düşünürük təxmini ki, bu FVC-lərdən birindən reaksiya alıb qalxma ehtimalı yüksəkdir. Bəs hansı FVC-dən? Burada deyirsiniz ki, 1 FVC buradadır, 2 FVC, 3 FVC, düzdürmü? Bu zaman bunu artıq öyrənmişik. Keçən videoda paylaşmışdım premium diskant. Bu tipli. Çəkirik marketin ən dibindən və təpəsinə. Marketin hər zaman diskanta düşməyini gözləməyimiz bizim üçün daha yaxşıdır. Çünki diskantdakı FVC, yəni marketin dönə biləcəyi ən potensial yerlərdən biridir. Tamam. Bu 4 saatlıq qrafikdə. 4 saatlıq qrafikdə market önəmli səviyyəyə gəlsə, biz hansı zaman diliminə keçirik? 4 saatlığın təsdiqini verən zaman dilimi 15 dəqiqəlik. Tamam, keçirik artıq 15 dəqiqəliyə. Bax, 1 dəqiqədə bunun təsdiqini almırıq. 1 saatlıqda da almırıq, yaxud da 5 dəqiqədə də almırıq. Keçirik 15 dəqiqəliyə. Tamam, keçirik 15 dəqiqəlik qrafikdə. Bizim əməliyyata girməyimiz üçün nə lazımdır? Bunu paylaşmışam. List ola bilər, IFVC ola bilər, FVC ola bilər və yaxud da order blok ola bilər. Bunların hər birini paylaşmışam sıfırdan trading dərslərində. Burada misal üçün irəli vururam. Bizim əməliyyata giriş üçün görək nə var. Tamam, blokun üzərində bağlanış etdi. Buradan da girə bilərsiniz əməliyyata. Stopu təyin edirik dibdə. Hədəfi bura qədər də çəkə bilərsiniz. Yaxud da ki, burada olan hədəflərə də qədər çəkə bilərsiniz. Burada əsas mövzu bu deyil. Mövzu budur ki, məntiqin başa düşəsiniz ki, yəni market önəmli səviyyəyə gəldikdən sonra belə bir əməliyyat açırıq. Yaxud da ki, burada marketi paralel keçirdə də bilərsiniz, keçidlər edə bilərsiniz. Misal üçün keçək saatlıq qrafikə. Saatlıq qrafikdə deyirəm ki, bir önəmli səviyyə axtaraq. Deyirəm ki, burada bir blokumuz var bizim. Gözəldir. Aha. Market burada bir bloka qədər geri çəkilir, düzdürmü? Burada FVC-lərin hamısını qırıb, bloka qədər geri çəkilir. Mən normalda blokdan istifadə edəndə fitili burada bədənə bağlayıram. Fitil isə yuxarıda qalır. Bunun səbəbi nədir? Yəni qiymət aralığını kiçiltmək. Tamam. Deyirəm ki, market bloka qədər gəlir, düzdürmü? Saatlıq qrafikdir. Biz saatlıq qrafikdə nə gözləyirik hal-hazırda? Bilirik ki, bu blokdan market reaksiya alıb düşə bilər aşağı yönlü. Tamam. Bizə nə lazımdır? Əməliyyata giriş üçün təsdiq. Keçirik hansı zaman diliminə? 1 saatlığın təsdiqini verən zaman diliminə. Hansı zaman dilimi idi? 5M. Keçirik 5M-ə və 5M-də artıq bizi giriş üçün təsdiq gözləyirik. Baxırıq. Burada market aşağı yönlü bir qırılma gətirib. Düzdürmü? Buradan bir əməliyyata daxil ola bilərik əslində. Burada aşağı yönlü bir qırılma gətirib, disk gətirib, yaxud da FVC-dən buradan bizi stop edib. Tamam. Burada yenə baxırıq. Forex-də əsasən mən bu tipli istifadə edirəm. Futures'da likvidlik alınımı kimi burada qorunmalar mənim üçün çox vacibdir. Market burada qoruduqdan sonra, high qoruduqdan sonra bu qoruma nədir? Mən FVC necə istifadə edirəm dərsində izah etmişdim əslində. Qoruduqdan sonra aşağı qırılmadan short yönlü pozisiyadan əməliyyata daxil ola bilərik. Burada bir disk yaradıb. Buradan daxil ola bilərik əməliyyata, düzdürmü? Hədəfimiz
Deyirəm ki, bundan sonraki dərslərdə öyrənəcəksiniz. External range liquidity-yə qədər çəkə bilərik. Belə bir əməliyyata daxil ola bilərik. Burada məqsəd, yenə dediyim kimi, bir-birinə keçid zaman dilimlərinin tam məntiqini başa düşməkdir ki, yəni hansı zaman diliminin təsdiqin hansı zaman dilimi verir. Bu tipli əməliyyata daxil olduq. Lap deyirəm ki, burada daxil olsaydıq, tamam, 1 ar burada vermiş olacaqdıq. Nəticədə take profit olsa 10-a, 13 ar buradan almış olacağıq marşetdən. Tamam. Okay, keçirik. Deyəlim ki, sizə fərqlisini göstərdim. Misal üçün 4 saatlıq qrafikə keçirik. 4 saatlıq qrafikdə deyəlim ki, burada marketdə bir FVC var. Yəni istənilən bir yerə açıram. Tamam, burada bir FVC var. Market FVC-yə qədər geri çəkilir, düzdürmü? Burada premium diskont çəksəz, özünüz də görərsiniz ki, diskontı düşən FVC-dir. Burada FVC-yə qədər geri çəkilib. Tamam. Bu FVC-ni çəkirik. 4 saatlıq bir FVC-dir. Adi FVC deyil, 4 saatlıq FVC-dir. Tamam. 4 saatlıq FVC-ni buraya yazırıq ki, 4H FVC, düzdürmü? Tamam, keçdik hansı zaman diliminə? Təsdiqin verən hansı zaman dilimidir? 15M. Keçirik 15M-ə və biz 15M-də burada təsdiq axtarırıq. Nə var? iSystem bunu bildiyiniz üçün likvidlik alımı var burada, düzdürmü? Buranı stoplarını süpürüb, gözəl bir likvidlik alımı edib. Likvidlik alımı eləyəndən sonra burada bir IFVC yaradıb, düzdürmü? Giriş üçün artıq bizim bir potensial giriş nöqtəmiz. Sonra bir FVC var, düzdürmü? Burada bir FVC var, gözəl potensial giriş nöqtəmiz. Yaxud da blokun özü var burada. Bu da bizim üçün gözəl giriş nöqtəsidir. Buralardan artıq əməliyyata daxil ola bilərsiniz. Misal üçün, gəl burada daxil olaq FVC-dən əməliyyata. Bax, nə baş verdi? Likvidliyi təmizlədi. 4 saatlıq FVC idi, düzdürmü? 4 saatlıq FVC. Marketə bunun içərisindən long gözləyirik onun sözlə. Yəni, bu FVC-nin içərisində daxil olduğu andan biz marketin qalxacağını gözləyirik. Tamam. Bura daxil olduqdan sonra biz əlavə təsdiqlər axtarırıq ki, əməliyyata giriş üçün. 15M-də əməliyyata girmək istəyirsinizsə, buradan FVC-dən birbaşa limit də ata bilərsiniz. Bax, buradan limit də atıb, stopu təyin edib, hədəfi externala qədər apara bilərik. Belə də əməliyyata daxil ola bilərsiniz. Yaxud da ki, 4 saatlıq FVC-ni gördük. Likvidlik təmizləməsini gördük. 15M FVC-nin içərisinə keçib, bu bizim 15M FVC-mizdir, düzdürmü? İçərisinə keçib, 15M-in təsdiqini verən zaman dilimi hansı idi? 1M. 1M-də də biz qalxış yönlü əməliyyat ala bilərik. Keçirik 1M-ə. Buranı siləcəm. Bu bizə mane olmasın. Market 15M FVC-nin içərisinə daxil olduqdan sonra biz burada nə axtarırıq? Təsdiq. Yəni, marketin qalxa biləcəyi üçün təsdiq. Burada bir likvidlik təmizləməsi ola bilər. Sonra FVC, IFVC çevrilə bilər, yaxud da disk yarada bilər, blok yarada bilər, fərqi yoxdur. Burada əməliyyata giriş üçün bir təsdiq axtarırıq. Burada nə görürük? Market buranın likvidliyi süpürdü, düzdürmü? Təmizlədik. Çox gözəl bir situasiya oldu bizim üçün. Likvidliyi təmizlədikdən sonra nə elədi? Burada bir disk yaratdı. Əməliyyata girmək üçün bizim üçün ideal bir nöqtədə, həm də FVC ilə kəsişdi. Çox gözəl bir durum yarandı burada. Pozisiya. Okay, buradan limitimizi daxil edib, stopumuzu fitilə daxil edib, hədəfimizi də burada ən yaxın likvidlikləri hədəfləyə bilərik. Misal üçün, bura ola bilər, sonra bura ola bilər. Hə, bunları necə hədəfləri təyin edəcək, onları göstərəcəm. Yaxud da 4 saatlıq high-in zirvəsi ola bilər, daha yüksəkdir. Vay. Belə bir əməliyyat çox gözəl olar. Hə, risklidirmi? Risklidir, çünki market düşüb aşağıdan bunu da edə bilər. Yəni, geri çəkilər bura qədər, buradan başlayır qalxmağa. Bunu da edə bilər. Ona görə biz ən yaxın hədəfləri ala bilərik. Yaxud da risk eləyib, ən uzağa qədər də hədəfləyə bilərsiniz. Biz hələ ki, burada öyrətmə məqsədidir. Bura qədər ala bilərsiniz. Onu da vurğulayım ki, yüksək yerlərə ehtiyac yoxdur. Burada əsas məqsəd sizin karınızı almaqdır. Yüksək yerlər, burada sizə haçan sərf eləyər. Az balansınız varsa, yaxud da ki, kiçik fon hesabı ilə işləyirsinizsə. Amma burada 3R, 5R, 6R rahat ala bilirsinizsə, balansınızı böyütdüyünüzdə görəcəksiniz ki, 2R belə sizin üçün çox-çox gözəldir. Belə bir əməliyyata daxil olub, bu əməliyyatı misal üçün ala bilərik. Okay. Bunun məntiqi bu şəkildədir. Zaman keçidlərinin. Yəni, biz zaman keçidlərini bu tipli istifadə edirik. Həm də etməliyik. Burada market likvidliyini təmizlədi, təsdiq verdi bizim üçün və çox gözəl bir take profit verdi. Buranın bu tipli target 1, target 2 də apara bilərsiniz. Hər dəfəsinə stopu çəkməyi unutmayın. Çünki
Əməliyyatı idarə etmək çox vacib bir şeydir. Birincisi stop enter eləmək, onu vurğulayım. Yəni müəyyən səviyyə var ki, onu keçdikdən sonra bilirsiniz ki, ora geri düşməməlidir qətiyyən. Yəni necə düşməməlidir? Düşürsə artıq ya siz stop eləmək üçün düşür, ya da ki, oradan yəni marketin qalxma ehtimalı azdır. Oradan siz stop enteri minimum eləməlisiniz. Yaxud da ki, hər qalxdıqca 1R, 2R bu tipli stoplarınızı aparın ki, yuxarı sizi yəni minimum qazandığınız balansı itirməkdən qorusun. Bura qədər də, yəni dediyim kimi bunu göstərmək istəmirəm, amma bu tipli də əməliyyatlar dəyərləndirmək olar. Gələcəkdə özünüz tam rahat görəcəksiniz. Yaxud da ki, yenə başqa bir nümunəyə baxaq. Yenə 4 saatlıq bir qrafikə keçirik. Yaxud da ki, günlük qrafik ola bilər. Misal üçün günlük qrafikə keçirik. Günlük grafikin təsdiqini verən zaman dilimi bilirsiniz ki, hansı zaman dilimidir, düzdürmü? Hansı idi günlüyün təsdiqini verən zaman dilimi? 5 dəqiqəlik. Tamam. Keçirik burada. Bir fərqi yoxdur. Bir yerə keçək. Misal üçün burada bir FVC gördüm. Tək FVC olmasın, PDR olsun, fərqi yoxdur. Misal üçün burada gözəl bir blok var. Bu ola bilər. Yaxud da ki, tamam. Gəl burada baxaq. Son günlərə baxaq. Ən yaxşısı. Burada bir blok var. Bu ola bilər. Gələ buna baxaq. Tamam, bura ola bilər. Bunu da götürə bilərik. Sonra istəyirəm çoxlu nümunəyə baxaq ki, mövzunu tam başa düşəsiniz. Bu FVG ola bilər. Tamam, FVG ola bilər. Okay, sonra nə ola bilər? Burada da FVG var, burada da blok var. Bu blok da ola bilər. Blokda görsədim. Buranı kəsim elə buradan başlayaq. Deyirəm ki, biz nə gözləyirik əməliyyata girmək üçün? Bu günlük qrafikdir. Və gözləyirik ki, market günlük FVG-yə geri çəkilsin. Günlük FVG-yə gəldikdən sonra, bura günlük FVG-dir, yəni çox vacib bir səviyyədir. Bura geri çəkildikdən sonra biz günlük FVG-nin içərisində gözləyirik marketin 1 saatlıq zaman diliminə keçib təsdiq almağımız. Keçirik saatlıq zaman diliminə və buradan biz təsdiq axtarırıq. Dediyim ki, bu əslində bu dərsi daha da dərinə izah edəcəm. Bugün əslində ora çox da dərin mövzuya keçməyəcəm. Yəni, çünki bu dərsi Internet Liquidity yaxud da BIAS adlı dərsimizdə daha da dərinə izah edəcəm. Burada nə görürük? Gözəl bir situasiya var. Market liquidity təmizləyib. Düzdürmü? Liquidity təmizləmək bizim üçün əsasən ICC öyrətdiyi yöntəmlərdə çox vacibdir. Yəni, gözəldir. Çünki market burada olan bütün stopları partladır. Burada stoplar partladıqdan sonra yaxud da buranın hədəfini tamamladıqdan sonra nə etməyə çalışır? Alqoritmik olaraq digər hədəfləri, digər stopları, yaxud da ki, burada buraxdığı açıq hayları təmizləməyə qalxır. Burada bir-birinə yaxın haylar varsa daha gözəl. Buraları hədəfləməyə çalışır, yaxud da ki, tək haylar olmaya da bilər. Buradakı FVG-ləri, doldurulmamış FVG-ləri hədəfləyə də bilər. Ona görə buralar sizin üçün çox gözəl hədəflərdir. Okay. Bu hansı zaman dilimidir? 1 saatlıq, düzdürmü? 1 saatlıq zaman dilimində təsdiq aldıqdan sonra ki, bizə təsdiq gəlsin, misal əməliyyata girməyimiz üçün, təsdiq gəldikdən sonra keçib 1M-də, daha doğrusu 1 saatlığın təsdiqini verən zaman diliminin özündə də əməliyyat aça bilərik. Burada bizə giriş üçün təsdiq vermədə çox sərt düşdü. Təsdiq gözləyirik. Ya bizim üçün IFVG lazımdır, ya sərt bir blok olsun. Burada nə var? Burada əslində AMD modeli də yarada bilər. Burada market hələ ki bir şey yoxdur. Görək. Sadəcə FVG yaradıb. Bu FVG-nin verəcəyi reaksiyaya baxaq. Yanlış gördüm. Aha. Tamam. Market burada lovları qoruyur. Bu əslində dediyim kimi biraz Forex-də ICT tipli daha doğrusu onun əməliyyatlarına biraz tam uyğun deyil, amma Forex-də lovların qorunması çox gözəldir əslində. Market burada lovları qoruduqda bu blokun da içərisindədir. Lovları qoruduqda bura qədər düşən market, yəni lovu qorudu. Bu çox gözəl bir şeydir. Yenə bir blok yaratdı. Yaxud da burada disk yaratdı. Buna da baxa bilərsiniz. Market yuxarı yönlü bir qırılma yaratdı. Düzdürmü? Disk yaratdı. Buradan siz saatlı qrafik olduğunu bilirik deyə keçirik burada. Bura saatlı qrafikdir. Təsdiqin bunun özündən də daxil ola bilərsiniz əməliyyata. Yaxud da keçib 5M-də də əməliyyata daxil ola bilərsiniz. Yəni 5M-in özündə də təsdiq aldıqca əməliyyata daxil ola bilərsiniz. Nə gözləyirik? Sadəcə geri çəkilsin. Market burada əməliyyata girmək üçün bizə 5M-də təsdiq versin. Burada FVG-ni görək. Neynədir? FVG
Log çıxarda bilmədi. Bu çox vacib situasiyadır. FVG log çıxarda bilmədi. Bu dərsi izah etmişdim. Düzdürmü? Bura artıq bizim üçün önəmli səviyyədir. Market təsdiq verdikdən sonra ki, burada əslində verib, yuxarı yönlü bir qırılma verib burada, düzdürmü? Yaxud da list olaraq buranı götürə bilərik. Stopumuzu bura təyin edib, hədəfimizi çəkdiyim hədəflər var idi az öncə. Allah sildim yanlışlıqla. Tamam, ora qədər deyərəm ki, bura qədər tuta bilərik. Misal üçün. Düzdür, belə göstərmək istəmirəm yüksək reylər. Sadəcə ümumi məntiqin başa düşmək üçün belə əməliyyatlar göstərirəm. Stop olduğumu yox. Dediyim kimi, Forex-də bu lovların qorunması çox gözəl bir situasiyadır əslində. Bu xəbər imiş, nəymiş belə. Aha, çox xəbərdir. Olsun. Əməliyyatda çox gözəl olar. Çox gözəl olar. Burada yenə dediyim kimi, Forex-də lovların qorunması çox gözəl bir situasiyadır. Yəni, hər qoruduqca bizə şans verir ki, buradan əməliyyata daxil olsam. Çox gözəl situasiyadır. Olsun. Əsas olan məntiqin başa düşməyinizdir ki, yəni bir-birinə uyğun zaman dilimlərinin keçidləri bu şəkildədir. Bunu əslində Forex-də deyil də, Futures'da göstərmək istəyirəm, çünki əməliyyatları biz burada olacağıq. Power of Trade-də, amma fərqi yoxdur. Bunu bütün hər birində izah edəcəyik. Əsasən YouTube kanalında burada mən Forex-i keçəndə görəcəksiniz. Sırf ICT dayalı olmayacaq. Ona görə elə bunu da görməyiniz daha yaxşıdır. Olsun. Burada başqa bir nümunə əslində bir dənə nümunə göstərə bilərəm. Deyirəm ki, keçirik 4 saatlıq qrafikə. 4 saatlıq qrafikdən özündən də dediyim kimi keçib, yəni 15 dəqiqəlik qrafikin özündə də əməliyyat aça bilərsiniz. Yaxud da ki, 15 dəqiqəliyə təsdiqini aldıqdan sonra keçib, 15 dəqiqəliyə əsasən bir əmdə də əməliyyat aça bilərsiniz. Misal üçün, burada bir 4 saatlıq FVG var. Gözümə burada idi. 4 saatlıq bir FVG var. Düzdürmü? Burada. Tamam. Burada nə gözləyirik marketin? Düşməsin, düzdürmü? Normalda. Yaxud FVG də olmaya bilər, blok da ola bilər. Əslində, dediyim kimi, bundan sonraki dərsdə daha dərindən toxunacağam. Burada marketin düşməsini gözləyirik. Hara qədər? Minimum buranın almasın. Düşə bilərmi? Bax, buradan demirik ki, market düşəcək. Düşməsini gözləyirik. Bu nə deməkdir? Yəni, bu 4 saatlıq FVG-dirsə, 4 saatlıq FVG-dirsə, biz keçib təsdiqin verən zaman diliminə, yəni 15 dəqiqəliyə, təsdiq verdikcə buradan əməliyyata daxil olacaq. Verməsə daxil olmayacaq. Yəni, məcbur deyilik buradan əməliyyata daxil olaq. Aha. FVG-nin içərisindədir. Market burada. Yine dediyim kimi, hayın qorunması yenə gözəl idi. Burada neynədir? Aşağı yönlü, buranı kəsim. Aşağı yönlü bir qırılma verdi. Burada. Düzdürmü? Burada bir qırılma verdi. Bu 4 saatlıq FVG-dir. Bu, yəni bilirik ki, buradan düşəcəyini gözləyirik. Bu da 15 dəqiqəlik bir blokdur. 15 dəqiqəlik blok. Bunu da çəkim. Aha. Biz keçib artıq bunu lap silsəm bizə qatışıq yaratmaz ki. Keçək 1M-ə. Daha doğrusu 15 dəqiqəlik blokdur. Biz 1M-də artıq nə gözləyirik? Bax, 4 saatlıqda bizə təsdiq verdi mi burada? Aşağı yönlü qırılma, düzdürmü? Verdi. Buranın bütün stoplarını təmizlədi. Əla. Gəldi market çox gözəl bir səviyyədən, yəni öz içərisində həm likvidliyini təmizlədi, həm də başqa bir FVG-dən də reaksiyasını aldı mı burada? Aldı. Yəni hər tərəfdən gözəl yerdədir. Keçib bunu silim. Tamam, keçək 1M-ə. Burada artıq 15M-də düşəcəyini qəbullandıq, təsdiqlədik. İndi 1M-də biz 15M-də yox, əməliyyat açmaq istəmirik. Deyirik ki, 1M-də əməliyyat açacağıq. Bunu silim, bizə mane yaratmasın. 15M blokun, bax, bu xəttdən yuxarı 15M blokdur. Ora keçib 1M-də marketin oranın qalxmasını gözləyirik. Aha, orada bizə təsdiq verdikcə əməliyyata daxil ola bilərik. Misal üçün, burada FVG yaratdı. Bunu izah etmişdim. FVG hay çıxarda bilməsə, aşağı qırsa yenə əməliyyata daxil ola bilərik. Yaxud da fərqli bir situasiya. Aha, qalxır elə ki, buranın likvidliyini təmizlədi. Görək. Tamam. Burada çox sərt düşdü. Bu da əslində çox gözəldir. Market FVG-yə gəldi. Hay çıxarda bilmədi. Çox gözəl oldu. FVG-yə gəldikdən sonra hay çıxarda bilmədi. Aşağı qırılma burada nə yarattı? Bizim üçün disk yaratdı. Aşağı qırdığı anda burada. Disk yaratdı. Buradan əməliyyata daxil ola bilərik. Stopumuz. Burada yenə deyirəm, likvidlik alınması, yaxud da ki, diskdən əməliyyata girməyə, burada giriş yerləri, bax, dərsimiz bu deyil əslində. Sadəcə necə istifadə edə bilərik, onu göstərməyə çalışıram.
Birbaşa belə əməliyyat almanız da yəni açıq riskli olar. Çünki irəli dəstəyi gözləyin. Orada daha da safe əməliyyatlara girəcək. Yəni birbaşa belə əməliyyata girməkdənsə daha safe əməliyyatlara girəcək. Hədəfi bu şəkildə aşağılara apara bilərsiniz. Yavaş-yavaş. Düzdür, bu çox uzaq oldu. Misal üçün bura təyin edək. Bu da məqsəd dediyim kimi sadəcə əməliyyat necə almaq olar deyil də zaman dilimlərin keçidləri, bir-birinə uyğun zaman dilimləri necə keçidlər eləmək olar, onu öyrənirik. Burada biz əməliyyata daxil olduq, bu tipli əməliyyata dəyərləndirə bilərik. Çox da gözəl teyp profiti verdi, yormadan bizi. Belə əməliyyat ala bilərik. Bura qədər sualınız varsa, millət, yorumlarda yazın. Yaxud da ki, Telegram kanalına gəlin, orada mütəmadi olaraq çalışdığımız qədər əməliyyatlar paylaşırıq. Onu dəyərləndirə bilərsiniz. Mənim əslində başqa deyəcəyim yoxdur. Növbəti dərsdə gözləyin. Və görmək istədiyiniz dərslər varsa yorumlarda yazın. Bilim ki, bunlar əgər mən də o dərsi gözəl şəkildə bilirəmsə, izah edə biləcəmsə, izah edərəm. Düzdür, çox mövzunu qatışdırmayacağam. Telegram, YouTube kanalda ya Power of Three olacaq, bundan davam edəcək və Forex-Side öz bildiyim yolla gedəcəm. Bitdi. Yəni burada fərqli mövzulara sizin beyninizi qatmaq istəmirəm. Sırf məqsəd yönlü pul qazana biləcəyiniz şəkildə hazırlamağa çalışıram. Dediyim kimi, hər iki vaxt sizə əməliyyat alacaq səviyyədə deyilsiniz və yaxud da ki, siz birbaşa bunlarla girib, demoda yoxlaya bilərsiniz, özünüzü təkmilləşdirə bilərsiniz, bildiklərinizdən konfirmasiya edə bilərsiniz, yaxud da ki, yəni üst-üstə qoya bilərsiniz. Amma birbaşa bunlarla hələ əməliyyat almağınız, yəni şəxsən mənim düşüncəmə görə risklidir. Ona görə biraz səbirli olun, digər videoları gözləyin, yavaş-yavaş üzərinə qoyaraq davam edəcək. Hər biriniz Allah amanında, uğurlar sizə millət, sağ olun, əzimli olun.